Başladıq. Deməli, bugün sizlə keçək 2A yarım qrup elementləri. 2A yarım qrup elementləri hansılardır uşaqlar? Başlayırıq berilyum, sonra deməli gələcək magnezium, kalsium, stronsium, baryum, bir də radium. Bunların içərisində berilyum amfoter metaldır. Amfoter metal. Sıra nömrəsi 4. Magnezyum sıra nömrəsi 12. Kalsiyum sıra nömrəsi 20. Bizə əsas lazım olacaq. Deməli, biz xüsusi öyrənəcəyik kalsiyum haqqında bugün. Amma ümumilikdə bir yadımıza salaq yenə də. Berilyum dedik necə metaldır uşaqlar? Amfoter metaldır. Amfoter metallar nə ilə reaksiyaya girir? Nə ilə reaksiya girirdi? Həm qələbələrlə, həm turşularla. Berilyumun özü uşaqlar hidrogen və su ilə neynəmir? Reaksiyaya girmiş. Hidrogen və su ilə reaksiyaya girmiş. Bunu bildik. İndi gəlirik digərlərinə. Magnezyum, kalsiyum, stronsium, baryum. Bunlar uşaqlar nə adlanırdı? Qələvi torpaq metalları. Qələvi torpaq metalları. Niyə qələvi torpaq metallar deyirlər? Uşaqlar, bunlar da qələvi metallar kimi əsasları suda yaxşı həll olur. Qələvilərdir. İndi gələk 2A yarım qrupunun deməli ümumi xarakteristikasına. Məsəl üçün elə berilyumu paylasaq, berilyum 4 paylayıq 1 elektronlarını 1s2, 2s2. Neçənci dövr, neçənci qrup elementidir? İkinci dövr 2A yarım qrup elementi. Və yaxud kalsiyumu paylayırıq uşaqlar. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2. Neçənci dövr, neçənci qrup elementidir uşaqlar? Dördüncü dövr 2A yarım qrup elementidir. A hissə olub. Deməli, onda bunların valentlikləri neçə olacaq hamısının? Hamısının valentlikləri neçə olacaq? Valentlikləri olacaq, deməli, 2. Oksidləşmə dərəcələri bəsit halda olacaq 0. Birləşmələrdə də olacaq uşaqlar müsbət 2. Bunu bildik. Gələk görək 2A yarım qrup elementləri. Deməli, uşaqlar, nə dedik? Berilyum su ilə reaksiyaya girmiş. Deməli, magnezyum su ilə qızdırdıqda reaksiyaya girəcək. Su ilə qızdırdıqda reaksiyaya girəcək və əsas əmələ gətirəcək. Magnezyum OH2, bir də H2. Kalsiyum, stronsium, baryum isə adi şəraitdə uşaqlar su ilə reaksiyaya girəcək və əmələ gətirəcək qələvi və hidrogen. Qələvi və hidrogen. Bunların əmələ gətirdiyi qələvilərdən deməli stronsium hidroksid, bir də baryum hidroksid. Düzdür, bizə əsas lazımdır bunların içərisindən kalsiyum və baryum. Sadəcə stronsium da qələvi torpaq metalı olduğu üçün biz onu da yəni burada qeyd edirik, ayırmırıq. Uşaqlar, kalsiyum hidroksid qələvi olsa da suda həll olan deyirik. Onun həll olması baryum hidroksidə nisbətən daha zəif, daha az həll olacaqdır. Magnezyum hidroksid isə suda həll olmayan əsasdır, çöküntüdür. Bunu da bildik. Bundan başqa ümumi 2A yarım qrup metalları haqqında deyəcəyimiz bir şey yoxdur uşaqlar. Təbiətdə bunlara necə rast gəlirik dedik? Yalnız birləşmələr şəklində. İndi gəlin biz elə kalsiyumdan başlayaq. Görək təbiətdə kalsiyuma necə rast gəlirik. Uşaqlar, təbiətdə kalsiyuma birləşmələr şəklində rast gələcəyik. Hansı birləşmələr? Birləşmələrin artıq siz çoxsunu tanıyırsınız. Karbonu, azotu, kükürdü, fosforu keçəndə siz o birləşmələri öyrənirsiniz. Məsəl üçün, gəlin birinci başlayaq elə bax bundan. Bunun adı nə idi? Gips, ASO, təbii gips. Doğru. Təbii gips. Sonra uşaqlar kalsiyum SO4, susuz gips. Susuz gips. Sonra deməli alibastır var. Və yaxud kalsiyum karbon O3. Bunun adı nə idi? Əhəng daşı və yaxud tabaşir və yaxud mərmər və yaxud uşaqlar kalsiyum karbon O3 vurulsun, magnezyum karbon O3. Bunun adı nə idi?
Dolomit, doğru. Dolomit. Uşaqlar, kalsiyum NO3 2 dəfə. Bunun adı nə idi? Norveç şorası, doğru. Norveç şorası və yaxud kalsiyum deməli 3 PO4 2. Bunun adı nə idi? Bəli, fosforit mineralı. Görürsünüz, siz bunların hamısını nə etmişsiniz? Digər elementləri keçəndə biz bunların hamısını keçmişik. Hamısı təbii birləşmələrdir. Təbiətdə biz bunlara necə rast gəlirik? Ümumiyyətlə bu kalsiyuma birləşmələr şəklində rast gəlirik. Gəldik kalsiyumun fiziki xassələrinə. Kalsiyumun fiziki xassələri deyəndə uşaqlar, gümüşü ağ rəngli, yüngül metaldır. Gümüşü ağ rəngli, yüngül metaldır. Kalsiyum olduqca aktiv metaldır. Adi şəraitdə nə ilə reaksiyaya girəcək? Adi şəraitdə reaksiyaya girəcək oksigenlə əmələ gətirəcək oksid. Bir də uşaqlar xlorla reaksiyaya girəcək. Ya halogenlərlə, belə deyək, halogenlərlə reaksiyaya girəcək, əmələ gətirəcək. Bu oldu adi şəraitdə. Qızdırdıqda isə digər elementlərlə də hamısı ilə reaksiyaya girəcək. Bu elementlərini, məsəl üçün, birini fosforla yazaq. Yenə bu reaksiyanı da siz görmürsünüz. Buradan nə alınırdı? Kalsiyum 3, P2. Qeyri-metallar kalsiyumla birləşəndə minimum valentini və minimum oksidaşma dərəcəsini göstərəcək. Məsələn, florun burada valentli oksidaşma dərəcəsi neçə olacaq? 1. Düzdür? Oksidaşma dərəcəsi olacaq? -1. Təbii ki, kalsiyum burada müsbət 2-dir. Fosforun da burada hansı oksidaşma dərəcəsini göstərəcək? Amma fosforun minimumu neçə idi? -3. Aha, kalsiyumda olacaq müsbət 2. Bu belə. Uşaqlar, kalsiyumun bir dənə karbonla reaksiyasından alınan birləşmədə birazca istisnalıq var bulunuşunda və oksidləşmə dərəcəsində. Deməli, karbonun valentliyi 4-dür. Oksidləşmə dərəcəsi bəs neçə olacaq sizcə burada? Kalsiyum həmişə müsbət 2 olduğuna görə karbonun oksidləşmə dərəcəsi neçə olacaq? -1. Doğrudur, -1 olacaq. Bu belə. Bundan başqa uşaqlar, kalsiyum dedik, su ilə reaksiyaya girir. Nə əmələ gətirir? Aha, bəli, kalsiyum hidroksid, bir dənə H2. Əmsallaşdırdıq. Baxaq görək, bəs yaxşı, digər maddələrlə necə reaksiya girəcək? Kalsiyum metalı. Turşularla reaksiyası uşaqlar. Demişdik ki, duru nitratdan başqa digər duru turşularla reaksiya girir. Nə inirdi? Hidrogen qazını ayırırdı. Məsələn, kalsiyum üstəgəlsin H-klor. Burada nə alınacaq? Ümid, kalsiyum klorid üstəgəlsin hidrogen qazı. Və yaxud kalsiyum üstəgəl duru sulfat turşusu. Buradan nə alınacaq uşaqlar? Kalsiyum SO4 plus H2 ol. Yaxşı, kalsiyum üstəgəl qatı sulfat turşusu. Onda burada nə olurdu? Niyə getmirdi ki? Gedir. ol. Kalsiyum SO4 H2S H2S qazı, bir də su. H2S qazının fiziki xassələrini kim deyər mənə? Hidrogen sulfid. Hə. Bəli, laf yumurta ili qazı. Doğrudur. Sonra uşaqlar, gəlin indi qatı nitratla reaksiyasına baxaq. Qatı nitratla reaksiyasından nə alınacaq? Nə alınırdı? Kalsiyum nitrat üstə gəlinsin N2O üstə gəlinsin su. Üstə gəlsin su. Bəli. 2-2 yo burada yazdırdım. Mən unutmuşum. Kalsiyum NO3 ilə burada yazdırdıq. Formul belədir. Sonra bu da oldu nə ilə reaksiyası? Mürəkkəb maddələrlə və yaxud da bəsit maddələrlə reaksiyası. Uşaqlar, ərintidə kalsiyum digər duzlardan daha pasiv metalları sıxışdırıb çıxara bilər. Amma harda dedik? Ərintidə. Məhlulda sıxışdırıb çıxara bilərmi? Çıxara bilər yoxsa yox? Niyə? Niyə çıxara bilmir? Çünki baxın, tutaq ki, belə bir şey yazmışam uşaqlar.
Kalsium üstəgəl ferri SO4. Buraya yazıram məhlul. Bu reaksiya gedər, getməz. Yəni metal ayıra bilər, yoxsa yox. Metal ayırmaz. Metal ayırmaz, amma reaksiya gedər. Niyə gedər? Bayaq yenə dedik biz. Kalsium əvvəlcə məhlulda su ilə reaksiya gedər. Burada əmələ gələr kalsium hidroksid və hidrogen qazı. Düzdürmü? Reaksiya sonra necə davam eləyər? Kalsium hidroksid olaraq, deməli, ferium SO4. Buradan da yenə alınır nə? Kalsium sulfat, bir də dəmir 2 hidroksid. İkisi də həll olmayan duzdur. Deməli, nə oldu? Məhluldan metalları sıxışdırıb çıxara bilmədi. Ümid dinləyirik. Bəs yaxşı, bizə bunu uşaqlar ərinti versəydi. Ərinti versəydi əgər, ərinti tutaq ki, belə bir şey ola bilər. Belə bir şey, məsələn, ferium florid ərinti verir, SO4 yox. Bircə dəqiqə. Ferium flor 3 tutaq ki. Buradan reaksiya gedərdimi? Bəli, ərinti də gedə bilərdi uşaq. Bu belə. Bunu bildik. Sonra gəldik deməli kalsiumun alınmasına. Necə alırıq sizcə kalsiumun? Bəli, duzlarının ərintisinin nəyindən? Elektrolizindən alınır kalsium, üstəgəl flor 2. Oldu nə? Ərintinin elektrolizi. İndi gəlin baxaq görək ki, yaxşı fiziki deməli tapılmasını dedik, alınmasını dedik, kimyəvi xassələrini dedik. Bəs kalsiumun hansı birləşmələri var? Var kalsium oksid. Bir də kalsium peroksid var. Bunu da yadınızda saxlayın. Bu peroksiddir. Peroksid. Peroksiddə oksigenin oksidaşın dərəcəsi neçə olurdu? -1. Doğrudur. Amma bu isə kalsium oksiddir. Kalsium oksid. Şuralar, bunun adı adlanacaq sönməmiş əhəng. Sönməmiş əhəng. Yaxşı, kalsium oksid əsas oksiddir. Su ilə də reaksiyaya girir. Nə anlar buradan? Kim desin? Rəhmətlə görüm. Ay, sağ ol. Doğru. Kalsium OH2. Bu isə adlanır uşaqlar. Sönmüş əhəng. Sönmüş əhəng. Bax, bu sönmüş əhəng nisbətən suda az həll olur. Bunun suyu isə əhəng suyu adlanacaq. Əhəng suyunun bulanması deyəndə hansı qazı nəzərdə tuturdu? Ay, sağ ol. Karbon qazını nəzərdə tuturdu. Deməli, bu haqda da danışdıq. Sonra gələk bir də uşaqlar suda codluq görək. Bu codluq nə deyən bir şeydir? Ümumiyyətlə, codluğun 2 növü var. Bəzən görürsünüz ki, sabun suda yaxşı köpüklənmir. Bu köpüklənməməsinin səbəbi codluqdur. Suyun codluğudur. Suyun codluğunun 2 növü var. Bir, müvəqqəti codluq deyəcəyik buna. Müvəqqəti codluq. Müvəqqəti codluğa uşaqlar həm də karbonatlı codluq deyilə bilər. Karbonatlı codluq. Karbonatlı codluğu hansı iyonlar verir? İndi yazacağıq. Bir də uşaqlar deyəcəyik daimi codluq. Daimi codluq. Daimi codluğa da qeyri-karbonatlı codluq deyəcəyik. Yəni karbonat iyonu yoxdur. İndi gəlin görək, müvəqqəti codluğu hansı iyonlar verir, daimi codluğu hansı iyonlar verir. Ümumiyyətlə, codluq verən kationlar uşaqlar kalsium və magnezium ionudur, hər ikisində. Kalsium və magnezium ionlarıdır. Yaxşı, bəs digər ion, deməli, müvəqqəti codluqda hidrokarbonat ionudur. Daimi codluqda isə uşaqlar florid və sulfat ionudur. Deməli, müvəqqəti codluğu hansı ionlar əmələ gətirdi? Kalsium, magnezium və hidrokarbonat. Bəs yaxşı, daimi codluğu kalsium, magnezium, florid və sulfat ionlar əmələ gətirdi. İndi bu codluğu aradan qaldırma üsulları var. Birinci müvəqqəti codluq üçün yazıram. Müvəqqəti codluq üçün. Uşaqlar, birinci üsul oldu qaynatma. Qaynatma üsulu. Tutaq ki, məhlulda əmələ gəlib kalsium hidrokarbonat. Bunu qaynadırıq. Qaynatmaq nə deməkdir? Çevrilib nə əmələ gələcək burada? Deyin görüm. Ay, sağ ol. Kalsium karbonu 3, sonra karbon qazı, bir də su uşaqlar. Aha.
Burada deməli, kalsium karbonat çöküntüdür. Ərp şəklində yığılır qabın dibinə. Görürsünüz, əvvəlki çaydanlarda və yaxud da hansı evlərdə filtr ki istifadə olunmur, çaydanların içərisinə ərp yığılır. Yaxşı, bəs bu ərpi nə ilə təmizləmək olar uşaqlar? Sirkə turşusuyla. SH3 testinizin də içərisində çıxacaq. Sirkə turşusu üzərinə tökməklə ərpi təmizləmək olar. Sonra uşaqlar, digər bir üsul olacaq əhəng üsulu. Məsəl üçün, kalsium H karbon O3 2 üstə gəlirik əhəng. Əhəng dedik hansıdır? Əhəng suyu bayaq dedik. Kalsium OH 2. Yenə də burada nə olacaq? Kalsium karbonat çökəcək uşaqlar. Çökəcək və bir də nə alınacaq deməli burada? Alınanlar ev yoxdur. Yəni əsas odur ki, biləsiniz ki, burada nə olur? Kalsium karbonat iyonu çökür. Digər bir maddəmiz isə olacaq soda üsulu. Natrium karbonatla reaksiya yenə yazaq. Aha, burada da nə baş verəcək? Yenə də kalsium karbonat çökür. Digər maddədə natrium hidrokarbonat. Məqsəd nə oldu? Karbonat iyonunu çöküntü ərk şəklində sudan ayrılmaq, yəni codluq verməsin artıq. Bu oldu hansı codluğun aradan qaldırılması uşaqlar? Müvəqqəti codluğun. İndi gəlin daimi codluğa baxaq. Daimi codluqda da yenə iki üsul var. Biri soda üsuludur. Soda üsulu hansı oldu? Deyə bax bu. Soda üsulu. Digər üsul isə olacaq uşaqlar, deməli fosfat üsulu. Fosfat üsulu. Fosfat üsulunda da uşaqlar üstünə gəlirik natrium 3 PO4. Codluq verən duzun üzərinə natrium 3 PO4 gələcək. Və salam. Bir də gəlirik kalsiumun təyininə. Kalsium 2 müsbət. Deməli alovu kərpici qırmızı rəngə boyayır. Kərpici qırmızı rəngə. Kərpici qırmızı rəngi alovu boyuyursa, deməli bu kalsium metalıdır. Bundan başqa əhəng suyunu bulandırır karbon qazı. Bu zaman nə əmələ gəlir? Kalsium karbonat. Deməli kalsium 2 müsbət iyonu karbonat iyonu ilə də nə verir bizə uşaqlar? Ağ rəngli çöküntü. Belə, dərsimiz bu. Kimin dərsimizə aid sualı var?